Selamun aleyküm. Bugün gördün mü Milli Məclisdə bizim ombudsmanımız çıxış edib. Güya Milli Məclisə hesabat verir. Güya bizdə də indi bilirsiniz ki, hüquqi dövlətlərdə kim bizdə də Milli Məclisə nazirlər və digər o rəhbər şəxslər güya gəlib deputatlara hesabat verir. Əslində heç bir hesabat vermir. Gəlirlər çıxış edirlər. Deputatlar da onların dedikləri qanunları notarius kimi əl qaldırıb səs verirlər. Bunun görüntüdə gəlib hesabat verir. O da bir çıxış məni bir onun bizə ombudsman da danışır belə elə indi bu ölkədə nə qədər hansı səviyyədədir insan hüquqları, vicdan azadlığı və s. bu hamımız bilirik. Bu ayrı mövzularda bunlara qayıtmışıq və yenə qayıdacağıq. Amma burada bu ombudsman bir çıxışı mənə marağımı diqqət çəkdi. Son 9 ayda, bax bu çox təhlükəli bir məsələdir. Biz bu haqda danışmışıq, amma yenə də danışırıq. Son 9 ayda Azərbaycanda nikahların 56% boşanmaqla nəticələnib. Yəni bu bilirsiniz bunu, bu katastrofadır. Bu genofondumuzun məhvi deməkdir. Bu nədən ibarətdir? Çünki bizdə bir ağbirçək və ağsaqqal institutu. Biz Azərbaycanlılar o qədər dindar xalq olmayıb. Milliyətçi, türkçü xalq da olmayıb. Amma Azərbaycanlıların bir mental xüsusiyyəti olub, mentalitet. Bu Azərbaycanlılara bu aid sözdür, ifadədir, bu təfəkkürdür və ağsaqqal və ağbirçək institutu. Bu olub Azərbaycan. Rus işğal dövründə də olub, Çar dövründə də olub, mərkəzi komitə dövründə də olub, bu birinci katiblər dövründə də olub, bu kommunist dövründə də olub, bu hətta müstəqilliyin ilk illərindən də olub. Amma son illərdə bu institutu məhv elədilər, lağlağıya çevirdilər. Bu bilərəkdən oldu və deyə bilərsiniz ki, hökumətin, hakimiyyətin bura nə günahı var, hakimiyyət nə edib? Mən bir sizə deyim, adi bu məsələnin lağlağa çevrilməsi, bu məsələnin belə aşağı səviyyəyə endirilməsi, belə bu institutun bu qırılması, bu isə televizorda gedən bu bayağı verilişlərlə, bu seriallarla, bu təbliğatla və buna sonra sosial mediada bu psixoloq adından, filosof adından, nə bilim nə oğlu qadından çıxıb bu ali institutun bu yazıçı adından, yazar adından, nə bilim nə, hər bir məxluqat müxtəlif adlar özünə qoyub və bu institutu məhv elədilər. Baxın, illərdir getdi, mentalitetə mental tualet deyilməyə başladı. Sonra sən demə atalarımız bizi bədbəxt edib, analarımız sən demə qızlarımızı bədbəxt edib. Qız niyə atasına hesab edir? Ata kimdir ki? Qardaş kimdir ki? Bu təbliğat belə getdi. Qızlara, qadınlara azadlığı, o heykəl də var, çadranı belə atırdı. Güya o çadranı atandan sonra Azərbaycan qadını sən demə azad olunmuş. O çadranı atandan sonra Azərbaycan qadını Sovet dövründə pambıqda məhv oldu getdi. Pambıq yığa-yığa, kolxozlarda, savxozlarda kişi işini görə-görə məhv oldu getdi. İndi də barlarda, diskotekalarda, ən yaxşıda katibə rolunda bu cür məhv olub gedir. Başqa kişilərə xidmət etməklə, öz kişisinə xidmət etmək, sən demə bu xovdur, həbsxanadır. Amma başqa kişiyə xidmət etmək bu azadlıqdır. Bu cür müasirə yadından məhv oldu və indi bunun da təbliğatı davam edir axı. Və bu hal nəyə gətirdi? Hamısı gətirdi çıxırdı. Bax, bu saat bizdə boşanmalar bu səviyyədədir. Bu saat gəlin qaynatanı saymır. Adam yerinə qoymur, ərini saymır, adam yerinə qoymur. Eynən də kişi də yoldaşın valideynlərinə lazımi hörmət göstərmir. Yoldaşını alanda bir şəxsi əşya kimi alır. Hələ bir ki, bu da belə olmalıdır. Yoldaşı da ərinə gedəndə müxtəlif hesabatlar qoyur. Bu anan atanla yaşamamalıdır, bu olmalıdır, o olmalıdır, o olmalıdır, bu olmalıdır. Sən kimsə, mən sənə niyə yemək verməliyəm? Bir gün evdə yeməyi sən bişirəcəksən, bir gün evdə mən bişirəcəm. Mənim azadlığım var. Bax belə bax bu dəyərlər ağsaqqal saymadılar. Nəsildə ağsaqqal da qalmayıb, ağsaqqalın sözü heyvələnə yoxdur. Ağbirçək də eynən böyük, kiçik, hər şey bax belə səviyyədə oldu. Aşağı salındı. Azərbaycanlıların mental dəyərlərini Ruslan bir sözlə Nice Plintusa saldılar. Bunu hökumət də elədi bilərəkdən. Bu təbliğat da getdi. Müxtəlif ələxüsus da bu iqtidar bu təbliğata getmedi. Amma televiziya məkanında elə bir şərait yaratdı. Müxtəlif sosial mediada da müxtəlif yetişdirdilər. Ekspertlər, nə bilim Z-ekspertlər, nə-ekspertlər, nə bilim nə-ekspertlər, bilmirsən nələr çıxdılar. Başladılar ağıl verməyə, onlara televiziya məkanında onlara yer açdılar. Televiziya məkanında məsəl üçün dini verilişə yer açmazlar. Bu saat Ramazandır da. Azərbaycan televiziya kanalı neçədən dini veriliş görürsünüz? Yox. Amma din nədir? Dindir ailə dəyərləri, böyük, kiçik, ağsaqqal, ağbirçək, hörmət,
qarşılıqlı hörmət və s. kişinin qadına, qadın kişiyə bu mövzular yoxdur. Bunlar imkan verilmir. Bunların qarşısından amma nə çıxır biri belə oturur belə sifətində yaxşı qəşəng əməliyyat edib dodaq buradan çıxır. Nə bilim üzr istəyirəm, sinə oradan çıxır və başlayır ki, qadın azadlığını danışır. Özünə sorsan balam sən ümumiyyətlə ərdə olmusanmı? Ən yaxşı halda olubsa uzağı bir iki ilə boşanıb. Bundan da məsələ və bu adamlar ağıl verirlər. Eynən də bu kişilər də aiddir. Cinsi azlıqlar durub ailə dəyərlərinə verilişlər aparırlar və s. və ilahi indi qeyd olan bir ikisinin verişin bağlıdırlar, boş söhbətdir. Yəni artıq olan gedib bu təməl bu fundament şəklində bu həll olunmalı. Bir iki veriş bağlanıb sonra hayhuy sönəndən sonra təzədən o adamları başqa cür efirə buraxıb və başqa nə bilim vəzifə səlahiyyət verib ortaya qoymaqla bununla belə mübarizə getmir və sizə inandırım o adamlar yenidən ortaya çıxacaqlar və yenidən onlara o imkanlar yaradacaq və onlar yenidən o təbliğatı, anti-ailə təbliğatını Azərbaycanda davam edəcək və gələn Milli Məclis hesabatında qorxuram Ombudsman durub çıxışında desin ki, son 9 ayda artıq 56% yox 86% bu boşanmalar çatıb.